Deməli, məndən 77, 82, 83, 84, 85 soruşmusunuz. Deməli, 77, 82, 83, 84, 85. İndi gəlin baxaq. 77-yə baxaq. Üfüqi Mars ədəs kütlətdə olan M və 2 kütləli cisimlər uyğun olaraq F və 2 qüvvələrin təsiri ilə hərəkət etdirilir. Cisimlərin eyni S yeri dəyişməsinin sonunda kinetik enerjilərin nisbətini təyin edək. Deməli, kinetik enerjini nisbətlərini istəyir bizdən. Biz bilirik ki, bizim işimiz kinetik enerjinin dəyişməsinə bərabərdir. Bu da son kinetik enerjidən başlanğıc kinetik enerjini çıxmaq deməkdir. Başlanğıcda bizim sürətimiz görürük ki, sıfıra bərabərdir. Bu da deməkdir ki, başlanğıcdakı kinetik enerjimiz sıfıra bərabərdir. Onda bizim qalır son kinetik enerjimiz. Mən də işin yerinə qüvvə vuraq S yaza bilərəm. Buradan aldıq ki, kinetik enerji nəyə bərabərdir? Qüvvə və yerdəyişmənin hasilinə. Deməli, yazaq Y kinetik 2-nin Y kinetik 1-ə nisbəti. Deməli, baxırıq ki, S-lərimiz nədir? Hər ikisində eynidir. Amma qüvvələrimiz fərqlidir. Yəni, bu bizim ikinci halımızdır, bu bizim birinci halımızdır. Deməli, hər birində başlanğıcda onsuz da kinetik enerjilər sıfırdır. Hər biri üçün tapsaq, hər biri üçün F-si təyin edəcəyik. Bunun F-i 2F, S-i S, onsuz da S-lər indi ixtisar gedəcəkdir. Yenə də yazdım. Digərininki F, S-i S. Yazdıq belə. Buradan da nisbətlər gələndə qalır yerdə bir dənə 2. Deməli, kinetik enerjilərin nisbəti 2-yə bərabərdir. 82. Sükunətdəki 2,5 kg kütləli cismə eyni anda F1, F2 qüvvələr təsir etməyə başlayır. İlk 5 saniyə ərzində bu qüvvələrin əvəzləyicinin cisim üzərində gördüyü işi hesablayın. Baxırıq ki, qüvvələr bir-birinə perpendikulyardır. Perpendikulyar olanda bizdən əvəzləyici qüvvənin gördüyü işi soruşur. Əvvəlcə biz əvəzləyici qüvvəmizi taparıq. Deməli, əvəzləyici qüvvəmiz nəyə bərabərdir? Kök altında F1-in kvadratı üstəgəl F2-nin kvadratı. Bu da bizə verər 36 plus 64, 100 edir. Bundan da çıxır 10. Deməli, 10 Newton. Əvəzləyici qüvvəmiz 10 Newtona bərabərdir. Kütləmiz var, bizdən gördüyü işi soruşur. Gördüyü iş soruşursa A bərabərdir Fs. Təbii ki, F əvəzləyicimizi bilirik, nəyə bərabərdir? S-imizi bilmirik. Bizdə zaman var, kütlə var. Bu deməkdir ki, mən buradan A bərabərdir F bölü M-dən. Deməli, F tapdım 10, kütləni tapdım 2,5. Bu da 125-ə nisbətli 4-ə. Deməli, 4 metr bölü saniyə kvadratı. Aha, deməli, S-in yerinə, mən sükunətdədirsə, deməli, S-in yerinə AT kvadratı bölü 2 yaza bilərəm. Deməli, F-im bərabərdir 10-a, A-nı tapdıq 4-ə bərabərdir. T-miz də 5 saniyə deyirsə, 5-in kvadratı 25 bölü 2. Deməli, 2-yə ixtisar aparsam 1, 2-yə ixtisar aparsam 2. 2 dəfə 25-in 50, 50 dəfə onun 500. Deməli, 500 joula bərabərdir. İndi 80. Sükunətdə olan M bərabər 10 kg kütləli cismi F tartı qüvvəsinin təsiri ilə təcillə yuxarı qaldırırıq. 2 saniyə ərzində tartı qüvvəsini gördüyü işi soruşur. Əvvəlcə cisim üfüqü müstəvidə dayanır. Biz bilirik ki, cismə aşağıya doğru mc ağırlıq qüvvəsi təsir edir. Bu cisim yuxarıya doğru dartılırsa, biz onda yaza bilərik ki, F çıxaq mc bərabərdir M-A-ya. Dartı qüvvəsi dediyinə görə burada dartı yazaq. Deməli, bizim dartı qüvvəmizdir. Buradan biz F dartı qüvvəmizi yazıb, M-miz 10, J-miz 10, kütləmiz 10, təcilimiz 5. Buradan alaraq ki, F dartı çıxaq 100 bərabərdir 50, F dartı bərabərdir 150. Deməli, dartı qüvvəsinin 150 Newton olduğunu tapdıq. Deyir ki, 2 saniyə ərzində gördüyü işi təyin edin. Dedi ki, iş necə tapılır? A bərabərdir F vur S. F-mizi veririk, S-mizi bilmirik. S-mizi bilmiriksə, F vuraq, S-in yerinə AT kvadratı bölü 2 yaza bilərik. Deməli, F-imiz 150, təcilimizi şərtli özü verib 5, zamanımızı 2, 2-in kvadratı 4 bölü 2. 2 ixtisar 1, 2 ixtisar 2, 2 5-in 10, onda 150 vuranda 1500 joule ya da 1,5 kilojoule. Deməli, 84 bloklar sistemində eyni zaman ərzində. Zamanlarımız eynidir. M kütləli cismə təsir edin gəlmə qüvvəsinin işinin təsirinin ağırlıq qüvvəsinin işinin nisbəti. Aha, deməli, bizdən gəlmə qüvvənin işinin ağırlıq qüvvəsinin işinə olan nisbətini istəyir. Biz deməli, M kütləli cismə təsir edən, M kütləli cisimdən söhbət gedir. Aha, M kütləli cismə söhbət gedirsə, buna təsir edən ağırlıq qüvvəmiz aşağı, gəlmə qüvvəmiz yuxarıya doğrudur. Deməli, bunu təyin edirik. Biz hər bir gəlmə qüvvəsi üçün işi tapaq. Gəlmə qüvvəsi üçün işi tapıramsa, yazmalıyam T vuraq S. Deməli, ağırlıq qüvvəsi üçün də işi yazaram ki, F ağırlıq qüvvəsi vuraq S. Deməli, gəlmə qüvvəsi üçün mənim əvvəlcə nə etməliyəm? Gəlmə qüvvəmi tapmalıyam. Gəlmə qüvvəni tapmaq üçün bizim üstünümüzə 2M1, M2 bölək, M1 plus M2 vuraq J. M1-imiz M-dir, M2-miz 3M-dir. 2-ni unutmayaq, 2-mizi yazaq yerinə. M1-imiz yenə M, digəri 3M vuraq J. Buradan da 2 dəfə 3-ün 6, 6M kvadratı vuraq J bölək 4M. M-lərin biri ixtisar getdi, 2-lər ixtisar getdi. 3-ün 2-yə MJ. Bu da edər 1,5 MJ. Gəlmə qüvvəsini tapdıq ki, 1,5 MJ. Gətirin bunu yerinə yazın, 1,5 MJ. Ağırlıq qüvvəsi M kütləli cisimdən söhbət getdiyinə görə yazırıq onunki MJ və S. Nisbətlərini də soruşanda yazaram 1,5 MJ-nin burada S unutmuşuq, vuraq S bölək MJ vuraq S. S-lər ixtisar getdi, MJ-lər ixtisar getdi, yerdə qaldı 1,5. Deməli, nisbəti 1,5-ə bərabərdir. Bloklar sistemində eyni zaman ərzində M kütləli cismə təsir etdiyi gəlmə qüvvəsinin işinin, M kütləli cismin gəlmə qüvvəsinin, 3M kütləli cismə təsir edən, 3M kütləli cismin gəlməsinə təsir edən nisbətini istəyir bizdən. Bizdən bunu istəyir belə. M kütləli cismə təsir edən gəlmə qüvvəmiz, 3M kütləli cismə təsir edən gəlmə qüvvəmiz. Bunları yazdıq. Biz bilirik ki, gəlmə qüvvələr eyni ipdə yaranan gəlmə qüvvələrimiz eynidir. Yəni, mən gəlmə qüvvəsini tapanda nə tapdımsa bu M-ə də aiddir, 3M-ə də aiddir. Yenə eyni qaydada 2M1, M2 bölək, M1 üstəgəl, M2 vuraq J. M1-im M, 2-ni unutmayaq, M2-im 3M, M1-im M, üstəgəl 3M vuraq J. Bayaq bunu yuxarıda tapdıqda eynisi elə 1,5 MJ-dir. Bunu gətirib burada yerinə yazsam, deməli, dedi ki, gəlmə qüvvələri nədir? Eynidir. Onda yazaram 1,5 MJ vuraq S bölək 1,5 MJ vuraq S. Bu da mənə 1 verir. Deməli, cavab 1-ə bərabər nisbət.